Salam dəyərli izləyicilərim, mən Əksaz Əşəmizdə yenə sizinləyəm. Bu günləri mən Hyundai Elantra markalı avtomobilinin çəkişini edib sizə göstərmək istəyirəm. Maşında deməli dalqabaq bamperlər rənglənəcək və maşın opşi polirovka olunacaq. Deməli dalqabaq bamperlər belə bir şeylərə görə rənglənəcək. Gördüyünüz kimi yenə hal-hazırda bu hissələr yaman gündədir. Və burada da qopan yerlər ki var. Əslində arxa bamper bir dəfə rənglənib. Gördüyünüz kimi yüngül tozlar var. Yəni bu normaldır. Opşi maşın polirovka olunacaq. Çünki maşında bu saat hal-hazırda bilmirəm sizə göstərə biləcəm yoxsa yox. Nəzər edəsiniz, görəcəksiniz. Ləkələr zatlar, yəni maşında çoxdur, yəni ləkələr. Və qabaq bamper belə bir zığlara görə və bu hissədə də sürtüklər ki var, bu hissələrdə görürsünüzsə belə sürtüklər var. Əlbəttə ki, aksesuarlar kraskalanacaq, qara rəngdə olacaq. Qabaq abrıçovka kraskalanacaq və belə deyək, faralar polirovka olunacaq. Əlbəttə ki, dumanlılar da şüşəsi belə skolların izi çoxdur. Payka işləri görüləcək. Müəyyən yerlərdə kraska qopan yerlər ki var, bu sadə rəng deyil, bu milvaridir. Maksimal dərəcədə çalışacağım ki, belə deyək, onları doldurum. Amma bu hissədə, dəyərli izləyicilər, bu hissədə əməli başlı baza qopur, qurunta gedir. Əlbəttə ki, burada bu hissədə də var, qopa gedir. Qıraqlarda da var. Bunları ətraflı olaraq göstərəcəm sizə. Belə dəyərli izləyicilər, inşallah bunları etap sizə çəkib göstərəcəm. Damda da yəni polirovka olması yerlər var. Çünki damda belə deyək, vaxtilə yəni dam kraskalanıb. Saat göstərəcəm sizə. Dam necə vəziyyətdə kraskalanıb. Ətraflı olaraq saat göstərəcəm. Görürsünüzsə bu hissələrdə belə deyək, kraskanın çöküntüləri var. Bu vəbşə ümumiyyətlə damın bəzi yerlərində də var, orta hissələrdə də var. Saat göstərəcəm sizə. Bu hissə nəzər edəsəniz görəcəksiniz. İşığa nəzər edəsəniz görəcəksiniz ki, yəni o hissələrdə də var. Ümumiyyətlə damın hər bir yerində var. İnşallah mən maşını yuyandan sonra ətraflı olaraq bunları bir də sizə göstərəcəm ki, maşında nələr var, nələr yoxdur. Bu hissədə də bəzi yerlərdə gözümə çöküntülər dəydi və belə bir tozlar, zatlar var. Şkurka izləri dəhşətli dərəcədədir. Diqqətlə baxanda yəni görünür şkurka izləri. Bilmirəm nə iş görüblər burada, nə ediblər. Bəlkə də rəngi solub, yoxsa nədirsə, ya da hardasa soyulma gedib. Bəlkə ona görə kraskalayıblar, bilmirəm. Boşun bu hissələrdə də dəyərli izləyicilər, burada da belə xoşa gəlməz bir şeylər ki var. Bəlkə də avtomobil sahibi görməyib bunu, çünki avtomobil xanıma məxsusdur. Belə şkurka izləri, zatları, belə şeylərim var. Etap bunları bir sizə çəkib göstərəcəm iş prosesi gedə-gedə. Çünki dalqabaq bamperlər söküləcək və belə deyək, kraskalanacaq. İndi onları çökəndən sonra ətraflı olaraq yenə çəkib göstərəcəm ki, burada vəziyyət nə yerdədir. Yox, dəyərli izləyicilər, mən maşını sökmüşəm və belə deyək, müəyyən yerlər ki var idi, mən onları nəzərdən keçirdim. Deməli, buferin altı yaman gündədir, hər yer palçıq, toz. Və burada da mikro sartlar ki var.
bu hissələrdə. Gördüyünüz kimi mikrosartlar belə gedir. Və qabaqda da bamperi açdım. Salaskalar əlbəttə ki, hər ikisi yerindədir. Qabaq salaskalar yarısı qırıqdır, yarısı salamatdır. Belə deyək, yəni qulaqlar yəni yoxdur. Salaskanın yəni qulağı yoxdur. Bu tamamlanır axıra qədər. Yarısı yoxdur. Amma şurupla bağlamışdılar. Buradan yəni samoret şurup vurmuşdular. Və burada belə qırıqlar. Bura уже düzəlib. Mən buranı düzəltmişəm. Hər iki tərəfdə yəni düzəltmişəm. Və belə deyək, əks tərəfdə də eyni söhbətdir. Əks tərəfdə də salaskanın qulağı yoxdur, qırılıb. Və burada da gördüyünüz kimi sökəndən sonra qunupqa olmadığına görə patqırnik qabağa gəlib. Qulağı da belə deyək, qırılıb. Bu hissəsi də qırılıb. Yəqin ki, mən bunları axırda nəzərdən keçirəcəm. Və keçək əsas məsələyə, qabaq bamperə. Qabaq bamperi düzdür sökməmişəm, amma sökəcəm birazdan. Bunu sizə göstərmək istədim. Salasqa yerləri demək olar ki, salamat demək olmaz, çünki yarısı yoxdur. Yəni şurup bağlanan yeri qulağı yoxdur, qırılıb. Burada da paykalayıblar. Yəni salamat vəziyyətdədir. Sadəcə olaraq işləyəcək. Burada kopub paykalanmışlar var burada. Bu hissələrdə də başlayıb atmağa. Əlbəttə ki, buralarımızı paykalanıb. Gördüyünüz kimi payka işləri yəni gedib. Belə vrozi yəni normaldır. Sadəcə olaraq yenə də əl gəzdirmək lazımdır. Burada dumanla bağlanan qulağı qırıqdır. Əks tərəf isə salamatdır. Düzdür, paykalanıb. Qulaqları da qalıb burada. Amma nə qədər də olmasa saxlayır. Və qabaq bamper sökülüb. Bu hissələrə də baxdım, hər şey qaydasındadır. Sadəcə olaraq belə deyək, yuyub, silib, təmizləyib, kraskalamaq və belə deyək, müəyyən şeylər ki var, onların hamısına bir gəzdirmək lazımdır, dəyərli izləyicilər. Bunları mən belə deyək, maşın tam yuyulandan sonra ətraflı olaraq bunları sizə göstərəcəm bir də ki, yəni nə işlər var, nə işlər görüləcək. Burada mən sizə göstərmişdim ki, kraskada belə deyək, büzüşmələr və şkurka izləri dəhşətli dərəcədə, damda dəhşətli dərəcədə şkurka izləri var, belə cırmaq izləri var. Bunlar da yəqin ki, mən bunları şkurkalayıb, polirovka edib aradan qaldıracam. Belə arxa bamper isə, arxa bamperdə müəyyən yerlərdə payka işləri görülüb vaxtı ilə. Bu hissələrində yəni payka işləri görülüb, amma qulaqları isə belə qırıqdır, düzdür işləyəcək, amma nə qədər də olmasa göstərmək mənim borcumdur. Hər iki tərəf yəni eyni vəziyyətdədir, görürsünüz. Aralanıb bura. İçərili çöllü paykalanıb. Bu hissədə də payka olub və bu hissədə də işlər görülüb. Ona görə də burada başlayıb çat əmələ gəlməyə, mikroçartlar əmələ gəlməyə. Yəqin ki, mən buranı təmizləyib baxacam. Əgərsə ehtiyac olarsa, mən buranı paykalayacam. Görürsünüzsə, buferin alt vəziyyəti nə vəziyyətdədir? Alt yeri. Yəni, normalda yəni payka olunub, pis deyil. Sadəcə olaraq, belə deyək, yəqin ki, haçansa toxunub, ona görə başlayıb o tərəfdən kraskada treşin əmələ gəlib, yəni çat əmələ gəlib. Bunlar da yəqin ki, mən düzəldəcəm, bərpa edəcəm. Belə, bu qədər dəyərli izləyicilər. İnşallah etap bunları çəkib sizə ətraflı olaraq göstərəcəm.
Уже maşın yuyuldu. Maşından nə istəsəz, yəni töküldü maşından. Saat hal-hazırda palçıq dəhşətli dərəcədədir. Batkilniklərin zaten 6 zadı hamısı yaman gündə idi. Hər yer torpaqla doluydu, belə deyək. Bu saat silib və təmizləyib baxacam harda nəyi var, nəyi yoxdur. Ondan sonra başlayacağam kraska. Bəzi yerlər ki kraskalanacaqdır və müəyyən yerlər ki var idi, bunlar düzələcək. Və burada da bir yer ki var idi, bu da burada. Yəni bunu avtomobil sahibi ümumiyyətlə görməyib, amma mən onu da yenə düzəldəcəm. Belə dəyərli izləyicilər, obşi maşın yuyuldu və tərtəmiz şəkildə inşallah başlayacağım. Kraskadan sonra polirovkaya etəb-etəb bunları çəkib sizə tərəfli olaraq yenə göstərəcəm. Əlbəttə ki, bu arada yəni bamperlər də yuyuldu. Bamperlərin içi yaman gündə idi. Çox bir bərbad bir vəziyyətdə idi. Arxa bamperdə vəbşə dəhşətli dərəcədə çox idi. Təmizləndi, tərtəmiz oldu. Dəyərli izləyicilərim, gördüyünüz kimi maşını mən hazırlamışam. Bu hissəni mən indi grunt vuracağım, bu hissəyə mokrima istifadə edəcəm və darnişi başlayacağım kraskalamağa. Bu hissə kraskalanacaq və dal-qabaq bamperlərdə mən hazırlamışam. Onları da kraskalayacağım və bu tərəfdə isə mən sizə göstərmişdim ki, burada balaca bir yer ki var idi. Buranın da yəni balaca bir kusok grunt vurub, burada da mokrima istifadə edəcəm. Kraskanı bu hissəyə qədər gətirəcəm, çünki burada xırda sarı belə ləkələr ki var, onları da kraskalayacağım və aşağıda balaca bir yerdir. Burada mokrima istifadə edib, buranı da belə deyək kraskalayacağım. İndi siləcəm, başlayacağım kraskalamağa. Axırda bunu ətraflı olaraq mən sizə çəkib göstərəcəm, dəyərli izləyicilərim. Все, уже qutardı. Kraskalanma işləri, laklanma işləri qutardı. Buradan sizə göstərəcəm. Bu hissəyə qədər lakı gətirmişəm. Kraska, milvari və lak. Hamısı bu hissəyə qədər gəlib və bu kanta qədər laklamışam. Burada da dəyərli izləyicilər, bu hissə kraskalandı. Bu hissələri düzdür doldurmuşam, amma lakını isə bütöv atmışam. Burada da həmçinin bura bərpa olundu, hər şey düzəldi, qaydasındadır. Və bamperlərdəki əla bir vəziyyətdə çıxıb. Yəni sayla hesablasaq 1-2 yerdə belə toz var. Yəni çox yoxdur. Hər buferdə 1-2 yerdə toz var. Çox bir əla bir vəziyyətdə çıxıb. Rəng seçimi də qətiyyən yoxdur. Mən yoxlamışam. Krışqa ilə yan-bayan qoyub yoxlamışam ki, rəng seçimi yoxdur. Belə dəyərli izləyicilər, inşallah mən buna maşını obşa polirovka eləyəcəm. Əlbəttə ki, mən damını şkurkalamışam, çünki damını mən sizə göstərmişdim ki, damda belə deyək şkurka izləri və belə deyək çox şeylər ki var idi. Onların hamısını mən maksimal dərəcədə şkurkalamışam və itirmişəm. Bu saat göstərəcəm sizə. Tam uyğunlaşdıra bilmirəm. Kraska birə-birdir. Heç bir problem yoxdur. Hər iki tərəfdə eləncənədir. Həmçinin burada əla bir vəziyyətdə çıxıb və burada da əla bir vəziyyətdə çıxıb. Yəni seçim yoxdur dəyərli izləyicilər. Sadəcə olaraq ola bilər ki, plastik bamper söhbəti olsun, plastik dəmir söhbəti olsun. O baxımdan deyirəm. Belə hər şey qaydasında da hər şey normaldır. İnşallah polirovkadan sonra yəqin ki, mən maşını polirovka eləyib yığacam və axırda sizə bunu ətraflı olaraq göstərəcəm. Şkurkaladığım yer damdır
və kapot da şkurkalamışam və müəyyən yerlərdəki cızıqlar ki var idi, mən onları şkurkalayıb təmizləmişəm. İnşallah polirovkadan sonra yığacam və ətraflı olaraq bir də bunları çəkib sizə göstərəcəm dəyərli izləyicilərim. Dəyərli izləyicilərim, уже maşın hazırdır. Mən dalqabaq bamperləri kraskalayıb qoymuşam üstünə və maşını polirovka etmişəm. Birinci sizə damdan başlamaq istəyirəm ki, damda şkurka izləri dəhşətli dərəcədə çox idi. Bu saat buradan göstərəcəm sizə. Yəni bu hissələrdə şkurka izləri dəhşətli dərəcədə idi və detalda matlaşma var idi. Yəni mat idi detal və belə deyək, bütün nə qədər ki şkurka izləri ki var idi, bunlar hamısı təmizləndi, getdi və maşının otido, belə deyək, polirovkası olunub. Əlbəttə ki, mən kapotda şkurkalamışdım, çünki kapotda riskli məsələlər ki var, mən onları çox gedə bilmirəm, çünki bilmirəm nə dərəcədə buna lak vurublar və ehtimal var ki, yəni açılan yerlərdə olsun, yəni lakın, belə deyək, açılan yerlər olsun. O baxımdan yüngül, yəni şkurkalayıb, belə deyək, kapotun rəngini açdım. Çünki kapotun rəngi tamamilə matlaşmışdı. Həmçinin də damın rəngi və burada dəyərli izləyicilər, mən bir şeyin şahidi oldum ki, burada fara, sol fara ağdır, amma sağ fara isə sarıdır. Maksimal dərəcədə çalışdım ki, yəni buradan şkurkaladım bu hissəni, amma rəngini aça bilmədim, çünki faranın şüşəsi dəyişilməlidir. O baxımdan da ki, fara çıxmalıdır və belə deyək, təzdən şüşəsi dəyişilib, təzdən qoyulmalıdır ki, eyni olsun, yoxsa əks halda belə deyək, fərqli görünür. Amma yəni uzaqdan çox elə bilinmir, nə qədər də olması gözdən baxanda fərqli olur. Əlbəttə ki, bunları mən polirovka eləmişəm, xırda strukturla kraskalandı və abrisovkanı da yəni kraskalamışam, çünki abrisovka bərbad bir vəziyyətdə idi, mən bunu sizə göstərmişdim. İnşallah ətəyini də yəni bağlamışam. Bütün nə qədər ki, belə deyək, cızıqlar, düzdür, dərin cızıqları mən apara bilməmişəm. Müəyyən yerlərdə elə yerlər var ki, yəni ora dəfələrlə polirovka olunub və riskli məsələdir ki, yəni ora şkurka vurub təzdən polirovka eləyəsən. Bu baxımdan maşını mən şkurkalamadan polirovka eləmişəm və düzdür, maşın yəni elə də pis vəziyyətdə deyil idi, amma nə qədər də olmasa polirovka istəyirdi maşın. Bu saat hal-hazırda yəni əl vuranda lap ideal bir vəziyyətdə görünür. Belə, inşallah, dəyərli izləyicilər, mən indi hal-hazırda ruskaları yığacam və belə deyək, müəyyən şeylərə yəni bağlayıb və dairə işə başlayacam. Maşının bəzi yerlərini yığmağa. Əlbəttə ki, mən bura qədər bu hissəni kraskalamışdım və burada perikodun yeri ki var idi. Mən perikodun yerini təmizləmişəm və zlakda bağlamışam yerinə. Bu yazıların araları da yaman gündə idi, yəni çirklən dolmuşdu. Bunlar çıxmadan təmizləndi. Bu hissə dəyərli izləyicilər kraskalandı və burada da bu hissə kraskalandı dəyərli izləyicilər. Çünki balaca bir yer ki atmışdı, mən sizə göstərmişdim. Onu böyük olduğuna görə milvaridə demişəm, dəfələrlə deyirəm. Yəni toska qoymaq, nəsə bir şey eləmək keçərli deyil. Məcburiyyət qarşısında bunu mən kraskaladım və əlbəttə ki, lakını bu hissəyə qədər və bu hissəyə qədər gətirmişəm. Belə dəyərli izləyicilər, maşın hal-hazırda əla bir vəziyyətdədir. Bütün nə qədər ki, doldurulmalı yerlər ki var idi, mən doldurmuşam. Müəyyən yerlər ki var idi, yüngül batıqlar var, onları mən heç nə edə bilmirəm. Sadəcə olaraq maşın polirovka olundu və təmizləndi. Avtomobil sahibinə, belə deyək, təhvil veriləcək. Əlbəttə ki, maşın xanıma məxsusdur. Belə dəyərli izləyicilər, İnşallah maşını
təhvil verəcəm və təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı və abunə olmağı qətiyyən unutmayın.